Mən Qəhrəman nevropatoloq işləyirəm. Xəstələr müxtəlifdir, müxtəlif profildə xəstələr olur. Bunların ən yaxşı müayinə metodları həm anamnez toplamaq, həm də ki, müəyyən müayinələrdən keçirmək lazımdır. Əsəb sisteminin, yəni başda olan dəyişiklikləri EMT vasitəsilə daha yaxşı dəqiq təyin etmək olar. Beyin qanunverarının pozulması əgər işemik halda və yaxud da qansızma halında yaranıbsa da onu EMT ilə təyin etmək olar. Elektroensefalografi aparatı bu aparatdır, 12 kanallı aparatdır. Bunun vasitəsilə biz beynin paylarının funksional vəziyyətini öyrənə bilərik. Bu görünən aparat isə o işıq stimulyasiyasıdır. Bəzi xəstəliklərdə işıq stimulyasiyası zamanı ritmlərin pozulmağı və aradan itməyi görsənir. Bu isə xəstənin deməli baş hissəsinə birləşdirilən işlərində orada kontaktları yaranır və onun vasitəsilə beynin funksional vəziyyəti müəyyən olunur. Bu aparat vasitəsilə epilepsiya, bu aparat vasitəsilə insultu aşkar eləmək olar. Laborator halların əksəriyyətində müayinə metodları kimi elektroensefalografiya mühüm rol oynayır. Əgər bu tam məlumat verilməsə də, onda xəstənin EMT müayinəsinə və rentgen müayinəsinə göndərmək olar. Əgər klinikada EMT varsa da EMT, əgər klinikada EMT yoxsa ilk dəfə rentgen müayinəsi də kifayət edir.